Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Apark yaşayış kompleksində yeni tikili, yeni istifadəyə verilmiş 18 mərtəbəli binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 62 kvadrat metrdən ibarət 2 otaqlı mənzil çəkilən edilir. Dəyərli dostlar, dəyərli izləyicilər, elə bir qiymət təyin olunub ki, bu qiymətə demək olar ki, buradan elə bir mənzil ala bilməzsiniz. Bu kvadratda mənzil ala bilməzsiniz. Əla qiymət təyin etmişəm. Mənzilin qonaq otağı zaldır, təmiri əla təmir, döşəməsi laminat bir döşəmədir. Mənzilin hal-hazırda işıq yoxdur, yəni nəzərə alasınız, onca bir qədər qaranlıq ola bilər. Dəhlizdən təqdimata aparıram. Metlak konstruksiyaları hamısı istifoldur. Girişdən daxil olduqda sol tərəfdə yerləşir ümumi sanitar qovşaq və mənzildə bu hissədə mənzildə böyük bir yataq otağı vardır. Görürsünüz təqdimatdan eyvana keçid buradandır. Yataq otağındandır və mənzilin mətbəxi girişdən daxil olduqda sağ tərəfdə mənzildə mətbəx nəzərdə tutulmuşdur. Burada metlak qranitdir döşəməsi. Əla təklifdir, əla qiymət təyin edilmişdir. Sənəd Aparka məxsus olan müqavilədir. Nəqd pula satılır, kredit, daxili kredit bu kimi şərtlərlə satılmır. Dəyərli izləyicilər, əgər sizin də Xırdalan şəhərində hər hansı satılıq əmlakınız varsa, hazırda Xırdalanda yeni tikili, köhnə tikili apartman bina və yaxud da paket kupçalı evləriniz varsa, həyət evləriniz varsa bizə müraciət edə bilərsiniz. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu qədər çox sağ olun.